Bir dənə qiymətin şokuna fikir ver. 139-dan 42-yə. Las Vegasın Yasamal filialında 70% endirim var. 150-dən 45-ə düşüb bu geyim. Bu nə qədər indirim düşür? 250-dən 75-ə düşüb. Bax bu dəst. 129-dan 39-a, 199-dan düşüb 60-a. O gün Əcəmi filialında bu 189-a deyilmişdi. Amma indi düşüb 57-yə. Bax kim idi o almaq istəyən gəlsin alsın. Bu 66 manatdır. 219-a satılıb bu. 66-ya düşüb. Cəmaatın xəbəri var bu qiymətlərdən. Deyir əlimiz gəlmir 90-a verməyə, amma endirimdə də 70%dədir. İş xanımlarının geyim dəstinə fikir ver. 299-dan 90-a. 60-adır bu. 199-a satılmış maldır bax, düşüb 60-a. Seçilmiş çantalara, ayaqqabılara 70% endirim var. Təmiz kətan dəst var burada. 250-dən düşüb 75-ə. Bax bunun qiymətini deyim sizə. 42 manat. Bax bu qalın gödəkçə 3 gün əvvəl 290-a satılıb. İndi düşüb 87-yə. 299-dan düşüb 90-a. Geyim tapa bilməyən böyük bədən xanımlar var. 260-dan 78-ə. Çox böyük mağazadır. Çeşiddə çoxdur, məhsulda çoxdur. Qiyməti də aşağı salıblar. Yəni 70% endirim nə deməkdir? Özlərinin dediyinə görə bəzi məhsulları mayasından aşağı satırlar. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.